cəmini tap. Bu Bəli. biraz məlumatın gəldi mənə. Amma əslində o qədər də dəhşətli bir məsələ deyil. Gəlin baxaq. Deməli, birinci misalı köçürdürük. 3x üstü 4, üstə gəl 3x üstü 6, çıxılsın 2 üstü 4, üstə gəl x kvadrat çıxılsın 1-in 7-ci dərəcədən qüvvəti. Günay xanım, sizdən sərbəst hədd ilə çoxhədlisinin qüvvətinin cəmini soruşur. İlk öncə sərbəst həddi tapaq. Sərbəst hədd x-siz olandır. Burada x-siz olan mənfi 2-dir. Mənfi 2-nin 4-cü dərəcədən qüvvəti mənfi 2-ni 4 dəfə özünə vurmaq deməkdir. Bu da 16 eləyəcək. Üstə gəl. Burada da mənfi 1-i 7 dəfə özünə vuranda mənfi 1 eləyəcək. Razısınız? Bu da eləyir 15. Bu bizim sərbəst həddimizdir. İndi gedək qüvvəti tapmağa. Qüvvəti tapanda nə edirdik? Nəyi seçirdik? Mən orada mənfi 1-i 7-yə yüksəldə bilmədim. Elə 7 Mənfi ki. 1-i 7 dəfə özünə vurursunuz. 1-i neçə dəfə vursaz 1 eləyir də. Sadəcə tək dərəcədən qüvvət olduğuna görə cavab mənfi eləyəcək. 7 dəfə vuranda bir-birinə. Amma bu misal üçün mənfi 1-in 8-ci dərəcədən qüvvəti olsaydı, bu müsbət 1 demək idi. Başa düşürsünüz? Tək dərəcədən qüvvəti yenə mənfi verir, amma cüt dərəcədən qüvvəti müsbət verir. Yəni, biri 7 dəfə özünə vursaz yenə 1 eləməyəcək. Deməli, burada 15-i elə biləm 1 üstü 7-dən aldınız. 16-dan mənfi. Bunun sərbəst əmsalı 16 elədi, bu da 1 elədi. Sadəcə mənfi 1 elədi deyə çıxıldı. İndi baxın, qüvvəti tapırıq. Qüvvəti tapanda nəyi seçirdik? Qüvvətlərimi. Ən böyüyünü seçirdik, elə deyilmi? Ən böyüyünü. Burada ən böyüyü neçədir ki? 6. Amma qüvvət üstü qüvvət var deyə 6 4-ün 24. Razısınız? Qüvvətimiz 24-dür, əmsalımız 15-dir. Bizdən də cəmini soruşur. Cəm 39. Deməli, orada qüvvət üstü qüvvət olanda bir-birinə vururuq. Bəli. Silin bunu. Bəli. Tamam. Daha sonra bunu yazmışsınız. 18'i. Günay Hanım yazmışsınız bu 18'i. Yo, mən yazmamışam. Günay Hanım, yerinə qiymətləri yazasıq. Başqa heç nə eləyəsi deyilik. 2,2 vurulsun. C-ni verib 7, vurulsun 5. A-nı mənfi versə belə soruşduğunda moduldadır deyə müsbətin götürürsünüz. Aşağıda da yenə moduldadır, yenə də onsuzdakı müsbətini götürürsünüz. Razısınızmı? İndi ixtisar gedənə qalana. Baxın, burada 7 ilə 0,77-ni 7-yə bölə bilərik. Bu eləyir 0,11, %11. Yuxarı qalır 2,2, vurulsun 5, vurulsun 3. Razısınızmı? İndi bu 2,2 ilə 11-i də ixtisar aparasıyıq. Sadəcə vergül söhbəti var. Nə edə bilərik? Hər tərəfi nəyə vuraq? 2-yə vuraq. 2-yə vursa sizə sərf eləməz ki. Vergüldən azad olmaq üçün. Vergüldən azad olmaq üçün hər tərəfi 10-a vuraq da. Bu 2 rəqəmli olduğuna görə bəlkə 100-ə vuraq. 100'ə vursaq aşağı 11 eləyəcək. Bunu 10'a vursaz 22 eləyir, amma 100'ə vurduğunuza görə 220 eləyəcək. Yəni hesab prosesində çaşmayasınız deyə deyirəm ki, vergüldən azad eləyək də day bunu. 220-ni 11'ə böləndə 20 qalacaq. Vurulsun 5, vurulsun 3. Bu da eləyir 300. Başa düşürsünüzmü? Yəni hesabları bir-bir yerinə qoyub hesablamaq lazım idi. Bölmə, vurma. Biraz mən o 0 tam olanda biraz çətinlik çəkə bilərəm orada. İndi ona aid nümunə göstərəcəm. Qaydanı bilsəm də o 0 tamlar məni biraz yandıra bilər. Məsələn, mən 0,77-yə böləndə 0,1 çətin alam orada. Yaxşı, gözləyim, izah eləyəcəm.
Silin bunu. Belə çətindir. Əvvəlcədən başlayardım ki, Hə, siz yaydan başlasaydınız, yəni təməldən möhkəm qurardıq işinizi. Yəni indi bilirsiniz ki, mən sizə əlavələrə salsam belə, ortadan düşdüyünüz mövzulardan elə bil işləyirsiniz də uşaqlarla. Yəni hətta onlar 11-lər var, onlar trigonometriya keçir. Bilirəm ki, siz ora salsam biraz çətin olacaq da sizin üçün. Yəni normaldır. Sadəcə sıfırdan təməldən başlasaydınız daha da gözəl olardı. İndi inşallah qismət olsun, bu illəri qəbul olun. Deməli, İnşallah ki, yaxşı olar. Gec olsun, güc olmasın məsələsidir. İnşallah ki, yaxşı olar. Qismətinizdə varsa olacaq. Əlbəttə ki, Pelosdakı mümkündür də. Niyə olmasın ki? Orada hər kəsin yaza biləcəyi 12-15 sual var. Yəni konkret var. Siz minimum 10 dənə yazsınız belə kifayətdir, elə deyilmi? Hə, tamam. Gəlin indi sizə bu bölmə məsələsindən danışım. Baxın, dediniz ki, mən 7-ni 0,77-yə böləndə səhv eləyərdim. Görürsünüz ki, yuxarıda da 7 7-yə bölünür. Aşağıdakı 7-lər də 7-yə bölünür də, elə deyilmi? Hamını 7-yə böldüm. Yuxarıdakı 7-ni 7-yə böləndə 1 qalır. Aşağıdakını 7-yə böləndə 0-ı 7-yə böləndə 0, virgül. 7-ni 7-yə böləndə 1, 7-ni 7-yə böləndə 1. Bu oradan əmələ gəldi. Başa düşürsünüz? Sonra dedim ki, virgüldən azad eləmək üçün. Baxın, bu 2 addımdan sonra virgül atıb da və ya hətta bu %11-dir də, elə deyilmi? %11. Bunu aça bilərsiniz. Yəni yaza bilərsiniz %11 şəklində. Bölmənin də qaydası bilirsiniz də, vurmaya çevirməkdir. Yəni siz böləndə bunu vurmaya çevirəcəksiniz. Bu 1 vurulsun, 11-də 100 olacaq. Başa düşürsünüz? Belə də hesablamaq olardı. Gəlin amma vaxt itirməyək, davam edək. 19-u yazmısınız? 19-u yoxmu? Yox, yazmamısınız 19-u. Tamam. Gəlin başlayaq 19-u. Oxuyun şərti nə deyir bizə? Bir ədəd oxunda mənfi 11 ədədindən 3 vahid məsafədə yerləşən ədədlərin hasilini tapın. Mənfi 11-dən 3 vahid məsafədə. Günay xanım, A ədədindən, istəyirsiniz yazın dəftərinizə. Bunun qaydasını yazın. A ədədindən D vahid məsafədə yerləşən ədədləri tapmaq üçün A ədədindən D vahid məsafədə yerləşən ədədləri tapmaq üçün bir dəfə A-dan D-ni çıxırsınız, bir dəfə A-nın üstünə D-ni gəlirsiniz. Buna oxşar misal siz mənə eləmişdiniz. 11-dən bir dəfə 3-ü çıxacağıq. Bəli, bir dəfə də toplayasıq. Sadəcə o 11 deyil, mənfi 11-də diqqətli olun. Mənfi 11-dən bir dəfə 13-ü çıxırsınız, 3-ü çıxırsınız. Bir dəfə də mənfi 11-in üstünə 3-ü gəlirsiniz. Çıxanda nə alınacaq? Çıxanda 14. Düz dedim mən. Düzdür. Mənfi 14. Bəs burada? Burada da şeydir. Mənfi 8 mən. Ay, sağ olun, düzdür. Sizdən hasilini soruşur. İndi mənfi 14-ü də mənfi 8-ə vuranda müsbət 112 eləyir deyəsən. Söz cavabdır. Başa düşdünüz? Burada mənfi ilə düşməsə lap rahat yazmaq olar. Onsuz mənfi ola bilməz cavab açıq suallarda. Çünki mənfini kodlaşdıra bilməyəcəksiniz ki. Ona görə cavabı müsbət götürəcəksiniz. Bu açıq sualdır da. Məsələn, belə bir sual işləyə bilsəm, ən azından 4-5 balda bu belə verəcəm. Bunlar açıq sual gedir də, həmin? Bəli. Açıq sualların balı yüksəkdir. Qapalı suallar elə bilin ki 3 bal dəyərindədir. Açıq suallar isə 5-6 bal dəyərindədir. İndi meyarlara görə dəyişir bəziləri. Yüksəkdir. Deməli belə. Bunu silirəm. Baxın, bizim uşaqlardan biri var, bəs yaxşı oxuyan qızlardan biri idi. Sadəcə vaxt problemi oldu ki, Azərbaycan dili bilirsiniz də, kör qoyduq uşaqları. Azərbaycan dili çətinə saldı. Uşaq 18 dənə qapalının hamısını yazıb, 18 dənə.
Açıqların heç birinə baxmayıb, çünki vaxt çatdırmayıb. Açıqlar da balı yüksək verir axı. 25 sualdan 18 dənə yazıb, gəlsə ona 60 bal falan gələcək də. Çox yüksək gəlməyəcək. Amma açıqları yazıb, məsəl üçün 15 dənə yazsaydı, ona 70 bal, 80 bal gələrdi. Açıqları yazıb. Yəni o ondan üstündür. Halından məsələn bir 7-8 dənə yazıb keçərdi açıqlara. Hə, bax düz deyirsiniz, amma ki bilirsiniz necədir? İmtahan elə şeydir ki, stres. Hə, orada bildiyinizi unudursunuz da ciddi mənada. Biz müəllimlər belə MİQ imtahanına girəndə, biz ilk dəfə girən zamanda bəs adam qəribə olur ki, normalda hər şeyi bilirsən. Amma ora girəndə baxırsan belə, yəni bir an insan çaşır da ciddi mənada. Özdə MİQ bu buraxılışla abituriyentlə bir deyil axı. MİQ başqadır. Yəni deməyim ondan ibarətdir ki, bildiyin şey qalır adam havada. Müəllimlər belə çaşa bilir. Yəni abituriyentlərin çaşması, yəni hay çaşarlar da. Deməyim ondan ibarətdir ki, biraz gərək o özünüzü öyrəşdirəsiniz stres mühitində və s. Neysə. Deməli belə yaxşı yazmalı. Elə çox şeyim yoxdur, stresim. Prosta yazda bilməmə şeyim var ki, məsələn mən bilmədiyim şeylər olacaq da, yəni. Baxın, bir dənə bir şeyin gəlin sizinlə real danışaq ki, bilmədiyiniz olacaq. Amma ki, o bilmədiklərinizi ata bilərsiniz, uyğunlaşdıra bilərsiniz, ondan işim yoxdur. Bildikləriniz də olacaq. Minimum 12-15 dənə bildiyiniz var orada. Yəni yaza bilərsiniz. İnşallah ki də yazacaqsınız. Birinci bildiklərinizi yazın, sonra atıb tutarsınız inşallah ki. Deməli belə. Keçək 21 nömrəli suala. Baxın 21-i oxuyun. 21-də deyir ki, n bərabərdir a üstəgəl b, n bərabərdir b üstəgəl c, k bərabərdir a üstə c ədədləri üçün m, n və k ədədlərinin ədədi ortası 100 olarsa, A, B və C ədədlərinin ədədi ortasını tapın. MNK-nın ədədi ortasını 100 verib bizə. Ədədi orta necə tapılırdı ki? Rəqəm, neçə dənə ədəd varsa, say qədər bölürsünüz. MNK-nı toplayıb sayına bölürsünüz, bərabərdir 100-ə. Buradan çarpaz vurursanız MNK-nın cəmini 300 tapırsınız da, elə deyilmi? Aha. Bircə dəqiqə. Aha, tamam. Daha sonra bizə MNK-nı verib da, M-i verib ki, baxın, A plus B, yerini yazıram, A plus B. N-i verib ki, B plus C, B plus C. C-ni, deməli, K-nı verib A plus C. Yerinə qoyuram hamısını, bərabərdir 300-ə. Baxın, burada yerinə qoyuram. Razısınız? Aha. Tamam. İndi gəlin davam eləyək. Burada, baxsınız, 2 dənə A var. 2 dənə B var. 2 dənə də C var. Bərabərdir 300-ə. Hər tərəfi 2-yə bölsəz, A, B, C-nin cəmini 150 tapacaqsınız. Razısınız? Sizdən də ABC-nin ədədi ortasını soruşur. ABC-nin ədədi ortasını tapmaq üçün ABC cəmini neçəyə bölməliyəm? 150. Neçəyə bölməliyəm? 3-ə. Bəli. Yəni 150-ni bölürsüz 3-ə. Və bu da eləyir 50 cavabdır. Başa düşürsünüz? 50 bölü 3-ə. Tamam, yazın bunu. Tamam, siz yazın bircə dəqiqə.